Bürcünə görə dəriyə necə zərər verdiyini deyirəm, özünü tapmağa hazır ol. Qoç bürcü, sən tələsirsən. 3 gün istifadə edib deyirsən, bu kremin təsiri yoxdur. Buğa bürcü, sən rahatına çox düşkünsən. Rutini yarımçıq qoyursan. Əkizlər bürcü, səndə sabitlik yoxdur. Bu gün başqa, sabah başqa məhsul istəyirsən. Xərçəng bürcü, dərin də özün kimi həssasdır, amma sən yenə də ən uyğun olmayan məhsul seçirsən. Şir bürcü, sən görünüşə aldanırsan. Kremin qabı və qoxusu gözəldirsə alırsan. Qız bürcü, sən hər şeyi analiz edirsən, amma sonra həddindən artıq istifadə edib dərini yorursan. Tərəzi bürcü, sən də qərarsızsan. Seçməkdə o qədər çətinlik yaşayırsan, sonra da heç nə etmirsən. Əqrəb bürcü, sən maksimum istəyirsən, ən güclü məhsulu seçirsən. Sonra da başqa dəri reaksiya verir. Ox atan bürcü, sən mənə heç nə olmaz deyirsən, amma günəş dərini buraxmır. Oğlaq bürcü, sən dəri baxımına gecikirsən. Başlayanda da dərin artıq problemli olur. Dolça bürcü, sən trend dalıca qaçırsan, amma dəri bu qarşılığı qəbul etmir. Balıqlar bürcü, sən həmişə hisslərlə qərar verirsən, amma dəri nəticə istəyir. Unutma. Özünü tapdın, bürcünü şərtdə qeyd et və bu postu dostlarına göndərməyi unutma.